Bəzən ailədə siz deyirsiniz qayğısına qalmaq, ana-ata ilə olan münasibətlər övladların qarşısında çox bizim cəmiyyətdə baş verdiyinə görə bəzən bir ana tərəfi daha çoxdur övladlar seçmiş olur. Nədənsə bu belə olur həmişə və ata həmişə sanki günahkar və kənarda qalır və bu münasibətlərdə uşaq artıq bilmir necə davransın. Ana haqlıdırmı, ata haqlıdırmı bu zaman keçəndən sonra, böyüyəndən sonra, artıq müəyyən bir yaşa çatandan sonra anlayır və artıq o zamanı itirmiş olur. Ünsiyyəti, o uşaq vaxtı bəlkə ata ilə daha yaxın münasibət qura bilərdi, amma qurmur, ayrılıqlar yaşanır və s. Burada bu ailə həmin o uşağın imtahanıdırmı? Hər bir halda imtahanıdır. İmtahanıdır. Hər bir halda imtahandır. O uşaq görür ki, dağılmış münasibətlər necə olur. Əgər bu puzzle yığa biləcəksə günlərin bir günü, o uşaq yaxşı həkim olacaq. Mənəviyyat həkimi olacaq. O biləcək bu münasibətləri necə düzüb qoşmaq olar sonra. Təbii ki, qısa vədədə olan şeylər deyil, amma o bunların disharmoniyasını çox dərindən yaşayandan sonra loğman ola bilər. Başqa cür o anlaya bilməz bir şey. O ana tərəfi seçməlidir. Ana məsələsi. Müasir ailələrin problemi nədir? Vardırsa bir son 100 ildə, 150 ildə belə başlamış bir prosesdir. Qadının rolu başladı artmağa. Bəli. Hər kəs qadından danışmağı bir adətə çevirdi. Bu əziləndir, bu şeydir, bundan gəl danışaq. Cəfər Cabbarlı məsələn bütün əsərlərini qadın adı ilə adlandırdı. O elə belə deyil, o tamaşalara bütün Azərbaycanlar getdi. Bu bizim psixikamıza oturdu. Bəli. İlyas Əfəndiyevdə də kişi obrazları o qədər uğurlu alınmırdı. Qadın obrazları daha uğurlu alınırdı. Biz qadına çox diqqət eləməyə başladıq. Həm ədəbiyyat olaraq müqəddəsləşdirdik. Kişinin rolunu itirdik. Kişinin önəmli rolu var. Kişi çox ağır bir missiyanı daşıyır ailədə. Ana uşaq üçün ən xoş gələn şeyi daşıyır. Allahın mərhəmət və sevgi sifətidir. Ya mənim şabbana balamı da açır qucağını, uşağa da bu xoşdur bütün hallarda. Ata isə ən xoşa gəlməz bir tərəfini təmsil edir Allahın, ədalət. Atanın sevgisini qazanmaq üçün gərək hansısa şərtləri yerinə yetirəsən. Ananın sevgisini qazanmaq üçün heç nə yetirmək lazım deyil. O sənin əyri burnunu da sevəcək. O sənin nə bilim, hər halını sevəcək. Hər halını. Sən onun üçün